daha maraqlı bir məlumatı da bölüşək. Bax, gördüyümüz ərazilər ardışlıqdır. Bu ardıç ağaçları Kəpəz və Murov silsilələri arasında olan geniş bir vadidə demək var. Çox böyük bir əraziləri əhatə eləyir. Şimal hissədə, yəni sol hissədə biraz boyları hündürdür və daha sıx şəkildədir. Sağ hissələrə baxdıqda, yəni Murovdağ silsiləsinin Kəpəz üzünə baxanda isə yenə ardışlar müşahidə olunur. Təxminən dəniz səviyyəsindən 2000 metrdən yuxarı olan ərazilərdə də var. Və bu hissədə biraz boyları sağ tərəfə baxanda olan hissədən aşağı vəziyyətdədir. Amma çox gözəl, yaraşıqlıdırlar, çox gözəl burada görüntü bəxş eləyirlər.